Hiçbir reklam değil. Hamısını özüm almışım. Hamısını. Herkese selam. Bitenler videoma hoş gelmişsiniz. Buna bakın, bunların hamısını bitirmişim ve bunların hiçbirinin qablaşmasına atmadım ki hər birinin sizlərlə real fikrini bölüşmək istəyirəm. Yəni bu qədər məhsul var. Hələ bunlar bəzilərini buraya yerləşdirə bilmədim. Orada da var. Hər birini sizlə bölüşəcəm. Hiçbir reklam değil. Hamısını özüm almışım. Hamısını. İçlərində razı qaldığım məhsullar da var, razı qalmadığım məhsullar da var, sevdiklərim də var, sevmədiklərim də var. Hər cür məhsul görə bilərsiniz burada. Yəni hər markadan var. Məncə biz başlayaq, çünki xeyli çəkəcək bunların hər biri haqqında danışacağımsa. Bu Nilab'ın quru dərilər üçün olan növüdür. Mən bunu o qədər bəyənirəm. Bu qatı şəkildə bir nəmləndiricidir. Əgər üzünüzdə belə qızarıqlıqlar varsa, görürsünüzsə bariyerində bir zədələnmə var, bunu alıb yoxlaya bilərsiniz. Çünki bu bariyer önərici bir kremdir. Hər dəri tipinə uyğun deyil də bu, yəni bu əlimdəki növü quru dərilər üçün olan növüdür. Çox bəyənirəm, çox bəyənərək istifadə edirəm. Nəmləndiricilərdə axtardığım o özəllik bunda var. Əgər alternativ olaraq nəmləndirici axtarırsa, qəşəng olsun, tərkibi gözəl olsun, onda buna baxa bilərsiniz. Devam edirəm ikinci məhsuldan. İkinci məhsul bu Dry Idea'nın Qolaltı Rexonasıdır. Bu məndəki qoxusuz növüdür. Bunun qoxulu növü də var bu arada. Bu çox zərərli bir məhsul olduğu üçün mən bunu bəyənməmə kateqorisinə əlavə eləmişəm. Yəni bunu Instagramda da paylaşmışdım. Tərkibində çox alüminium var. Yəni normal Rexonalardan daha çoxdur. Ona görə bu məhsulu mən istifadəsini saxlamışam. Hətta içərisində nə qədər məhsul da var. Bunu sıxdıqca da çıxır. Başqa alternativ, daha yaxşı məhsullar tapıb onları istifadə edək. Biz bunu istifadə eləmirəm. Victoria's Secret'in bu sitruslu bədən misti. Bu çox gözəl bir misti. Əgər sitrus qoxuları sevirsinizsə, yəni bəyənirsinizsə, bunu da sevərsiniz. Amma hər insan sitrus qoxusu sevmir. Bu da bir gerçəkdir. Hansı məhsulun yerə düşdü? Heç problem deyil. Yəni mən bunu çox bəyənərək istifadə edirəm. Bunu kremlərin üzərinə istifadə etdikdə çox bəyənirəm. Tək o qədər də qalıcı olmaya bilər. Ümumiyyətlə sitrus qoxuları bilirsiniz, çox qalıcı deyirlər. Yəni bundan vanilya performansı gözləməyin. Çox. Yəni mən bunu bəyənirəm və yenidən alaram. Bu Beauty of Johnson'ın belə bir nəmləndiricisidir. Bu şüşə qabdadır məndəki qızlar. Çox qəşəng nəmləndirir. Çox qəşəng üzdə nəm balansı yaradır. Mən bunu istifadə edəndə üzüm pambıq kimi olurdu. Mən necə izah edeyim bu məhsulu sizə? O qədər qəşəngdir. Yəni mən nəmləndiriciləri çox sevirəm. Bunu da yəni bəyəndiklərimin ən başlığına qoyuram. Yəni ən bəyəndiyim 3 məhsuldan biridir bu. Həqiqətən çox qəşəng nəmləndiricidir. L'Oreal'ın belə bir miselər suyu almışdım. Mən ümumiyyətlə miselər suda axtardığım bu rahatçılıq var da, yəni tez təmizləsin. Bəzən yorğun oluram, heç halım olmur makiyajımı təmizləyəcək. Onda bunlara əl atıram. Hal-hazırda aktiv istifadə etdiyim Biodermada var. Bunu da bitirmişəm. Bu da çox qəşəngdir. Belə pambıqla sildiyiniz anda təmizliyi hiss edirsiniz də, çox qəşəng və göz makiyajlarını da çıxarır. Çox qəşəng məhsuldur. Çox qəşəng üzdə quruluq yaratmır məncə. Mənim dərim qurudur. Ona baxmayaraq çox qəşəng belə bir nəmli saxlayır dəri. Bundan sonra üz yuma gelinizlə, köpüyünüzlə yuya bilərsiniz. Bu bəyənirəm, yəni qəşəng baxa bilərsiniz. İçəyə belə stik bir günəş kremi var məndə. Bu Enough markasının günəş kremidir qızlar. Belə dibini qazımışam, amma niyə belə qazımışam onu da sizə izah eləyəcəm. Bunun bir müddət sonra bu hissəsi işləməməyə başladı və bu mənim çox əsəbimə toxunurdu. Mən bunu xeyli istifadə eləmişdim, yəni makiyajın üstünə belə çık çox rahat istifadə qaydası da var idi və 50 faktor qoruma idi da, yəni qəşəng idi. Ümumiyyətlə Koreya markaları özünüz də bilirsiniz də çox qəşəngdir. Amma bu problemi olmamasa mənim üçün daha yaxşı, daha xeyli məhsulum içərisində qaldı. Ona görə bilmirəm, bunu almaram. Başqa bu tip məhsul alaram, amma bu markanınkini böyük ehtimal almaram. İçərisində çox az qalan bu Ezaveka'nın toneri var məndə. Bu çox qəşəng bir məhsuldur. Üzdə makiyajınızı təmizləmişsiniz və üzünüzü artıq bir pambıq disklə silib bu son aşamaya keçmək istəyirsiniz. Üçün idealdır deyə bilərəm. Nəm balansını çox qəşəng tənzimləyir. Məncə bundan sonra belə baxımlara hazır vəziyyətə gəlirsiniz. Və istifadə etdiyim tonerlar içərisində məncə ən qəşəngi elə buydu. Mən bunu çox bəyənərək istifadə edim. Yəni yenə də alaram deyə düşünürəm. Gözəl məhsuldur. Qızlar, Sinozun məndə belə bir renk bərabərləşdirici bir kremi var. Bu yaşıl rəngdədir, amma bu yəni yaşıl rəngdə qalmır dəridə.
Əgər qızarıqlıqlı üz dərisinə sahibsinizsə, mən eləyəm də. Sən belə bəzən tonalini, BB istifadə eləmək istəmirəm. Onu bunu çəkirəm, şo makyaja hazıram. Çox qəşəng həm baxım eləyir bu üzə, həm də çox qəşəng dəridəki rəng bərabərsizliklərini aradan qaldırır. Çox qəşəng məhsuldur. Həm uyğun qiymətlidir, həm də çox qəşəngdir. Yəni mən bunu bəyənərək istifadə eləmişəm. Belə bir Body Shop'un matcha çaylı mini boy məndə belə üz təmizləyici maskası var. Bu maska həm skrab kimi istifadə oluna bilər, həm də maska kimi istifadə oluna bilər. Yəni o sizə qalmış bir seçimdir. Mən bunu hər iki cürədə istifadə eləmişəm. Yəni ikisini də bəyənirəm. Üzdə çox qəşəng belə bir fərahlıq yaradır. Çox sərt yumama şərti ilə istifadə edə bilərsiniz bu məhsulu. Çox qəşəngdir. Belə qara nöqtələr falan sizdə yaranırsa, yəni bunu alın. Qara nöqtələrə çox yaxşı təsiri var. Gözəl məhsuldur. Bunu böyük boyunda ala bilərsiniz bu arada. Mən yoxlamaq üçün balaca boyunu almışdım. Daha sonra belə Garnier'in almalı bir seriyası var da, bilirsiniz yəqin ki. Mən bunu neçə qablaşmada artıq bitirmişəm. Belə təmizlik, fərahlıq yaradır saç diblərimdə. Bəyənirəm, qiymətdə münasib bir məhsuldur. Yəni marketlərdə satılan bir məhsuldur. Təbii ki də orijinalını baxıb alsaz daha yaxşı olar. Bunu yoxlaya bilərsiniz. Daha sonra Rexona'nın məndə belə bir növü də var. Bu spirtsiz növüdür. Qoxusu da belə düzdür, təri çox saxlamır. Əgər çox tərləyən birisinizsə, bunu o qədər də məsləhət görmürəm. Amma Divarın məndə belə bir uyğun qiymətli qaş geli var. Bu gün ərzində inarsız qaşları salmır aşağı. Yəni məsələn sabitləmisiniz, sabitlədiyiniz kimi də qalır. Ona görə mən bu məhsulu bəyənirəm. Qəşəng məhsuldur. Qiyməti əgər büdcə baxımından məsləhət görəcəyin hansı məhsul var desəz, bunu məsləhət görərəm. Bir də məndə Lamel var. O da uyğun qiymətli, qəşəng qaş sabitləyicisidir. O da düşürmür. Yəni buna da baxa bilərsiniz. Bunun çox yerdə satışı var. Vivian Sabon'un belə bir gözaltı konsileri var məndə. Mən bunu sevə bilmədim bir türlü. Şans verdim bir neçə dəfə. İçərisində hələ məhsul var. Bu arada amma istifadə eləmirəm. Göz altlarını çox qurudur. Mən belə qurudan məhsulları bəyənə bilmirəm. Mən xoşduram göz altlarım belə qəşəng nəmli-nəmli qalsın. Necə deyim, belə sağlam görünsün. Bunda onu ala bilmədiyim üçün bəyənmədim. Yəni bəyənməmə kateqorisinə əlavə edirəm. Galeor'un belə bir tonal kremi var məndə. O qədər bəyənirəm bu məhsulu. O qədər qəşəng bir məhsuldur. Qiyməti də yaxşıdır məncə bu performansa görə. Bir çox məncə bahalı məhsuldan daha qəşəngdir bu məhsul. Həm üzə qalışı, üzə verdiyi o parlaqlıq, həm müəyyən qədər qapatıcılıq da verir bu arada. Çox insanın bəyənəcəyi bir məhsuldur. Mən ikinci qablaşmam idi, artıq bitirmişəm, dibinə qədər sıyırmışam bu arada. Çox qəşəng. Baxa bilərsiniz, əgər tonal axtarışındasınızsa baxın. Versajın bu parfümünü sizə göstərmək istəyirəm. Bu mənim belə tələbəliyimi xatırladır. Bu mənim belə işlədiyim vaxtki zamanları xatırladır. Çünki onda da istifadə edirdim mən bunu. Mənim ən sevdiyim parfümlərimdən idi. Yəni bu artıq bilmirəm neçənci qablaşdırmazdı. Artıq bitirmişəm. Bu tam belə gecə qoxusudur. Yəni gecələr harasa gedəndə belə qara geyinmisiniz, məsəl üçün şıq geyinmisiniz, tam oranın parfümüdür. Düzdür, əvvəllər mən bunu gündüzdə istifadə edirəm, amma indi fikirləşirəm ki, mən çox səhv eləmişəm də. Yəni bu sırf gecə qoxusudur. Çox qəşəng, çox belə necə başa salmışsa, qoxusunu necə ötürüm bilmirəm. Çox qəşəng parfümdür həqiqətən. Əgər parfüm axtarışındasınızsa, qəşəng belə bir dənə parfümüm olsun, axşamlıq olsun, buna baxa bilərsiniz. Daha sonra Urban'dan məndə belə bir tonik var. Saç toniyidir. Bunun vəd verdiyi şey saçların da tökülməyin qarşısını, yeni saçlar yaratmaqdır. Yəni həm tökülməyin qarşısını alır, həm də yeni saçlar yaradır. Məncə pis deyil. Pis deyil. Amma belə wow bir nəticə görməmişəm. Bu da məncə mənim səhvimdir. Çünki mən bunu çox istifadə eləməmişəm. İçərisində də hətta var. Sadəcə vaxt keçdiyi üçün mən bunu atmaq məcburiyyətində qalıram. Amma yəni vəd verdiyi şey budur. Əgər istifadə edib razı qalanınız varsa mənə yazarsınız. Revox'un belə bir nəmləndiricisi var məndə. Bu pantenollu santellalı bir nəmləndiricidir. Bunu da axşamlar istifadə edirəm daha çox. Qatı bir nəmləndiricidir. Yəni belə sulu nəmləndiricilərdən deyil. Qəşəngdir. Həm qəşəng hiss elətdirir vurduqdan sonra bəyənirəm. İlk 3-ə girməsə də, yəni qəşəng məhsuldur. Qəşəng nəmləndiricidir və uyğun qiymətli nəmləndiricidir. Əgər uyğun qiymətli nəmləndirici axtarsa, Revox markasına baxa bilərsiniz. 2 ədəd bitirdiyim Farmstay'in belə bir əl nəmləndiriciləri var məndə, əl kremləri var. Mən bunları 1+1-də almışdım endirimdən, yadımdadır. İkisinin də qoxusu çox qəşəngdir. İkisinin də belə deyim də nəmləndirməyi də çox qəşəngdir. Ümumən yaxşı məhsullar idi. Ala bilərəm yenidən.
Daha sonra Bioderman belə bir əl kremi var məndə. Bunu da bitirmişəm artıq. Bunu 15 manat almışdım. O qədər, yəni dünənki kimi yadımdadır da, mən bunu deyəsən bilmədən atmışdım səbətimə, elə də qaldı. Kassada da vurdurmalı oldum. 15 manata dəyərmi desəz, yəni də o qədər qoxusuzdur bu arada. Yəni məsələn bəzi insanlar var da, məsəl üçün əl kremlərində qoxu sevmirlər. Onlar üçün qəşəngdir, amma mən əl kremlərində qoxu sevdiyim üçün bilmirəm, o qədər də sevə bilmirəm. Pis deyil, ala bilərsiniz. Dırnağınızın qıraqlarında belə çox quruma falan varsa, onlara yaxşı, əli yaxşı nəmləndirir yəni, amma qoxusuzdur. Daha sonra Morpheus'un belə bir şampunu var məndə və Bio Balance'ın belə bir şampunu var. Bu sarımsaqlı və tökülmələrə qarşı olan bir şampundur. Bu Morpheus'un sulfatsız və kömürlü növüdür. Dediyinə görə vəd verdiyi şey saç diblərindəki yağlanmanı almağı üçündür. Bilmirəm, yəni o qədər də yaxşıdırmı başa düşə bilmədim. Mən bu şampunu ümumiyyətlə tam başa açmamışam, biraz var içərisində hətta. Bunun isə vəd verdiyi şey tökülmələrə qarşı olmağıdır. Ola bilər, amma davamlı, məncə bütün məhsullarda bu var ki, davamlılıqda. Əgər davamlı istifadə olunsa, bəlkə də bu tökülmələrə qarşı yaxşı təsir edə bilərdi. Bu da yağlanmağa qarşı təsir edə bilərdi. Amma davamlı istifadə olunduqda belə ümumi pis deyirlər. Alıb yoxlaya bilərsiniz. Əgər sizdə yağlanma varsa, bunu alın, yoxlayın. Bu həm də böyüdür, belə millisi də böyüdür, çox gedəcək. Amma kömürlüdür, belə deyim də, içərisi qapqaradır. Bu həm də deyir ki, saçların qıraqlarında bir ağarmalar var ya, onları da azaldır. Belə bir şey var. Amma ondan əmin deyiləm, yəni elə bir şey görmədim tam. Belə də pis deyirlər. Videom bu qədər idi. Bitənlər videom. Əgər videonu bəyəndinizsə, bəyənin basmağı, rəy bölməsində də öz rəylərinizi yazın. Hər birini oxuyub cavablayacağım. Məni izlədiyiniz üçün çox təşəkkür edirəm. Bu qədər. Hələlik. Sizi sevirəm.